Videoma xoş gəlmisiniz. Axır ki, mən də gedəcəm soyuq əllər stüdiyaya neçə vaxt sonra. Birinci çalışacağım yeni ilə uyğun bir make-up edim. İki tonalini qarışdırıb işlədirəm belə. Birinin rəngi tündür, biri açıq. Videoda daha tünd görünür. Amma gerçəkdə biri çox açıqdır, biri çox tündür, amma dərimin rəngini uyğunlaşdırıram. Yekununda dəyişəcək tamam rəngi. Yo deyirdim hər dəfə gedim. Boş vaxtım nə olurdu da. Amma nə bir dəfə olurdu adam tapmadım getməyə. Bir dəfə işim çıxırdı deyə qalıb indiyə. Axı ki boş vaxt tapıb gedə bildim. Yayınacam bütün üzümə. İşıqdan belə görünür əslində. Biraz boz kimi görünür. İşıqdan belədir yəni. Düzcüdə belə deyil. Videoya baxıb eləyirəm. Məndə konkret bir makyaj yoxdur, sırası yoxdur. Sırayla eləmirəm. Mən ortaya qarışıq hansı həmin keyfimə düşsə onu. Qaşlarımı sabitləyəcəm. Əslində çox vaxt sabitləmirəm. Çünki tünd görünür sabitləyəndə. İndi dedim sabitləyim. Bu günə özəl. Ten də əslində istədim qırmızı tonla da göz makyajı edeyim. Yəni əsl yeni make-up kimi. Sonra açıq rənglərdə gördüm. Onları da bəyəndim. İndi qərarsız qalmışam ki, qırmızı eləyim, yoxsa açıq tonlarını eləyim. Elimdə bir qırmızılar yoxlayıram. Açıq tonlarda eləyim məncə. Çünki bu qırmızılar elədi ki, səhrayı kimi görünür yaydıqdan sonra. Tam qırmızı deyil. Ona görə biraz açıq tonlarda eləyəcəm. Pudralama edəcəm indi. Əvvəl pudranı fırçayla vururdum. Amma gözümün altı belə xət qalırdı. Mən deyirdim bu sonradan olur bu qırışa, yoxsa necə olursa. Elə fırçadan imiş o. İndi öz matalkası ilə vururam, heç bir görüntü də olmur elə. Pis görüntü olmur. Beşə pürüzsüz kimi olur. Bilmirəm videoda nə qədər görürsünüz. Ten mavi rəng də vuracağam. Mavi və ışıltılı rənglərdən istifadə edəcəm. Mavi rəngini seçim. Əlimdə yoxlayıram. Mavi rəngini vurandan sonra da üzərinə ışıltı vuracağım. Birinci ümumi ayıram, ən açıq rəngi. Düzlüdə baxın. Bu makyajı oxşar görmüşdüm əslində. Onu oxşatmağa çalışacağım. Nə qədər oxşasayca şəklini qoyacağım buralara bir yerə. Orada da belə mavi tonlarında daha ağ rənglər də var idi, amma daha çox indi ağ rənglər. Bilmirəm indi bu geyimlə uyğunlaşacaq yoxsa yox. Amma bunu daha çox bəyəndim. Amma birisi qırmızı çox bir şit görünürdü. Orta hissələrə ağ rənglə vuracağım. Təbii ki, əlimlə. Biraz çünki buralara qədər tünd gəlibdir. O rəngləri açmaq üçün ağ rəngdən istifadə edəcəm. Sonra da bunun üzərinə də zərli olanı vuracağım. Daha parlaq olması üçün. Zaten belə də rəngi açıldı biraz. Buralar tünd olur. Buralar da açıq rənglərə doğru gedir. İndi də açıq rəngi olan vuracağım. Göz pınarlarını. Böyle yayıram geriyə doğru. O anda fərq olundu. Düzcüdə deyək baxın. Əlimlə vuranda daha çox pigmentli olur. Fırçayla vuranda biraz pigmenti azalır sanki. Həmişə ucuzdan başlayıram çəkməyə, belə daha rahat olur. Çünki buradan gəlib belə yuxarı qalxanda sonradan bilmirəm də, yəni bu ucun nə qədər olacaq. Gözümün forması uyğun olacaq ya yox. Ona görə həmişə uc nöqtəsini qoyuram, sonra çəkirəm aşağıya doğru. Və hazır. Həmişə də belə çox vaxt yarım çəkirəm. Çox buralara qədər xoşlamıram. Qalın olur həm də. İndi eynisini bura tətbiq etməyə çalışacağım. Laynerlərim hazırdır artıq. İndi tez tuşu vurub bitirəcəm. Çox uzatmaq istəmirəm makyaj videosunu.
Daha çox yarım markadan seçmək istəyirəm. Anlıq vurdum, buralara pudra vurdum. Onlar çox çəkmədim ki, video makyaj hissəsi çox uzun olmasın deyə də. Seçə bilmədim. Bu ancaq dodaq karandaşla çərçivələmişəm kənarların. Necə ortaya yaymışam ama heç. İndi onun üstünə qırmızı pomada vurum görüm. Belə yaxşıdır, yoxsa olmasa siləcəm təzədən. Yeni düzeylərimi göstərim indidən. Bu şalvar. Bu koftanı. Bir də ki, bunu da istəyirməmişəm. Bir də ki, bu pencək. Deyilim gəlirim indi. Belə qaldı. Şimdi gəldi. Sadece böyle. Tipler buradan. Bir şey yumuşak material var. Saçlarımı da düzəldim gəldim. Və hazıram. Saçlarımı da hazırladım gəldim. Kombinim de hazır. Dedim evdən çıxım. Davamına orada davam edərək. Və kombin videosu. Nasıl olmuşum bacım? Bir yorumlarda yazın. Cüzbəlayla da olsa gəlib çatmışam Targovya. Artıq yarmarkadayam. İlk İzmir bombasından başlayacağım. Çünki o mənə çox maraqlı gəlir həmişə. Görüm necə olacaq. Getdim. İzmir bombası karşımızdadır. Bomba.com. Tell me, what can I do? I just wanna taste of you, my sweet piscolata. Aynı ketçap olsun. Necə? Aynı ketçap. Olsun. Yok mayonez yedim. Gel bir tane iki tane. Bir dənə. İki tane. Bir dənə. Çok sağ olun. Bak, teşekkür. Görebilirsin. Hani üç tenceremdir. Davamını diyeceğim. Necədir? İçində qəşəng toyuq bilesi, biber, pendir, Doritos, bol bol. Aha. Bioderma'da
Bunlardan məhsullar aldım, pestoları. Bunları üzümə geli, plevi, səpkücü plevlər və s. Yoxlayacam almışım. Teşekkür ederim. Bir girişimiz var, bir de çıkışımız. Tamam. İçeri o kadar dolu, o kadar sıxıcı ki, ta içeri girmədim, bir də kənarıyla gedirəm. İndi külahla İzmir bombasından da baxdım. Sabah da Korundağa baxaram, bir də ağlıma Moçi var, ona baxaram. Sonra, amma o yediklərim çox şəndiydi, düzdür. İzmir bombası çox axtı getdi. Axtı getmədi əslində, axtı ama. Külah da çox şeydi, dadımlı, doyumluydu. Onu yerindən sonra digərlərini yeri qalmadı deyə yeyə bilmədim. Yerimdən qayıtdıq soyuq əllə sürüllərə. Video çəkməkdən yana. Videolarımı çəkdim, onları editləyib paylaşacağım səhifəmdə. Kanala abunə olmağı və bəyənməyi unutmayın. Hatırlatma edib bəxtlə eləməmişəm. İşıq belə daha aydın düşür dedim, təbii ki bir post çəkilişlər də verim.
Gəldik Malakan bağına. Buradan da direkt metroya. Yəni yolumuz da oldusun gəldim əslində buraya. Yoxsa gəlməyə vaxtımız yoxdur. Çünki gec oldu artıq. Saat 10'da işləyir. Mən də saat 10'da artıq getməliyəm. Ona qalmış. İndi həm videonu editləməliyəm. Bu YouTube üçün video. Həm də başqa bir edit fikrim var idi. Onu eləyəcəm. Onun üçün də videolar çəkmişdim. Elə bayaqdan ona görə qalmışdır. Oralarda çox videolar çəkim tamamlayım. Həm də sayı baxın görüm uyğundur mu? Necədir? Onları editləməliyəm. Onları da editləməyim varsa 1-2 gün çəkər. Vaxt edib editləyim. Yetkin ömre kapalı. Allah yetkin ömre. Süpersen yetkin ömre. Allah. Getdim soyuq əllərdə korunduğumu yedim. Dadlıydı. İndi gəlmişim sushi yeməyə. Göstərim burada da çəkir. Çox dadlı görünür. Rezil olduk bana. Allah. Asıl. Ben stabildim değilim. Ne oldu? Bunu hiç adım bilmiyorum. Sushi yemiştim ama istemedim. Ben çanımı oturup yerim. Bedava yemin bu defa. Bununla yerim. Gerçekten beğendim. Allah. Ve geldim çıktım. İşte dondum. Çok soğuktu. Bayağı bir yorulmuşam aslında. Gedən kimi tez əynimi dəyişim, üzümü yuyub qaçım yerime. Gəldim çıxdım axırki. Və videoyu burada sonlandırıram. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Sağ olun.